Əhl-i-Sünnə vəl-Cəmaətin etiqadı ki, etiraf edirik ki, Allah Taala qiyamət günü və həmçinin cənnətdə özünü göstərəcək. Deməli, Allah iki yerdə özünü göstərəcək. Qiyamət günü Ərasatda, bir də cənnətdə. Amma bu dünyada Allahı necə var, zatı ilə görmək mümkün deyil. Çünki bədən ona taqəti çatmaz. Çünki Musa əleyhissalam o vaxtı deyəndə ki, özünü mənə göstər, o Peyğəmbər idi, Allahı tanıyırdı. Görünməyən bir şeyi deməzdi. Əgər mümkün deyildisə onu görməyi heç vaxt deməzdi ki, Peyğəmbər belə səhv eləməzdi ki, yara, özdə Allah barədə ki, mən özümü göstər. Allah da demədi ki, sən bilmirsən ki, mən heç vaxt görünməzəm. Yox, dedi ki, bu dünyada, bildirdi ki, bu dünyada görmək mümkün deyil. Dedi ki, mənə görünməzsən, bax dağa. Əgər bax dağa, dağ taqəti çatsa, onunla məni görərsən. Və bəyan olundu ki, ayədən ki, insan, bəşər, övladı hal-hazırdakı bədənlə, hal-hazırdakı güclə, taqətlə görə bilməz. Amma axirət isə tamam başqadır, cənnət tamamən başqadır.